Azərbaycanın ən uğurlu futbol klublarından biri olan Qarabağ, transfer bazarında növbəti diqqət çəkən addımını atmağa hazırlaşır. Ağdam təmsilçisi İsveçin Müəlbi klubunda çıxış edən və Pakistan millisinin kapitanı olan Abdullah İqbal üçün danışıqlara başlayıb. Xarici mətbuatın, xüsusilə Pakistanın Pro-Pakistani nəşrinin yaydığı məlumata görə, Qarabağ 23 yaşlı mərkəz müdafiəçisi üçün qarşı tərəfə rəsmi təklif göndərib. Futbolçunun bazar dəyəri Transfermarkt portalında 2 milyon avro olaraq qiymətləndirilir. Məlumatda vurğulanır ki, Qarabağın UEFA Çempionlar Liqasında müntəzəm iştirakı, eləcə də Avropada qazandığı nüfuz Abdullah İqbal üçün bu transferi cəlbedici edir. Pakistan millisinin üzvü üçün Avropa səhnəsində daim çıxış edən komandada oynamaq karyerasında mühüm mərhələ ola bilər. Abdullah İqbal təkcə Qarabağın deyil, eyni zamanda bir sıra Avropa klublarının da diqqət mərkəzindədir. Daha əvvəl Macaristanın Ferencvaroş və Belçikanın Gent klublarının futbolçu ilə maraqlandığı barədə xəbərlər yayılıb. Bu isə Ağdam klubunun transfer yarışında ciddi rəqabətlə üzləşdiyini göstərir. Danimarkada doğulan 192 sm boya malik Abdullah İqbal ötən mövsüm Müəlbünün heyətində İsveç çempionatında 24 oyuna çıxıb, 2 məhsuldar ötürmə ilə yadda qalıb. O hazırda Pakistan millisinin kapitanıdır və yığmanın heyətində 19 rəsmi maç keçirib. Futbolçunun İsveç klubu ilə müqaviləsi 2028-ci ilin dekabrına qədər qüvvədədir. Bu isə danışıqların asan olmayacağını göstərsə də, Qarabağın transferi ciddi şəkildə dəyərləndirdiyi bildirilir. Sizcə, Pakistan millisinin kapitanı Abdullah İqbal Qarabağın müdafiə xəttinə real güc qata bilərmi? Futbolda ən son transfer xəbərləri, Qarabağla bağlı bütün yeniliklər və Avrokubok xəbərləri üçün səhifəmizi izləməyi və abunə olmağı unutmayın.